Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Əziz və dəyərli qardaşlar, möhtərəm izləyicilər, hər bizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Ən xeyirli insanlar xeyir əhli ilə bərabər olanlardır, xeyir məclisində iştirak edənlərdir, xeyrə həris olanlardır və gərək insan xeyirli olanlardan olmağa çalışsın. Çünki xeyir əhlinin mükafatı onlara veriləcək cənnət, Allahın razılığı və ona görə də harda xeyir varsa ona həris olmaq lazımdır. O xeyir əhlindən olaq deyə. Və sahabələr də, Allah onlardan razı olsun, həmişə bir-birlərinə xeyirli məclisləri tövsiyə edərdilər. Xeyir əhli ilə bərabər olmağı həmişə tövsiyə edərdilər. Və bir-birlərə deyərlər ki, öz yoldaşlarına, dostlarına, gəlin bir saat da olsa Allaha iman gətirək. Məsələn, Ömər ibn Xattabdan gəlir və ya İbn Ömər və digərləri, Muaz ibn Cəbəl. Deyərlər ki, öz dostlarına, gəlin gedək bir saat da olsa Allaha zikr edək, Allahı xatırlayaq. Gəlin bir saat da olsa imanımızı artıraq. Bir saat da olsa iman gətirək. Nə demək? Yəni zikr edək. Xeyir əhli ilə bərabər olaq, Allahı xatırlayaq. Elm məclislərinə iştirak edə və s. Nəyə görə? Bunlar hamısı imanı artıran səbəblərdir. Deyərlər ki, gəlin biz Allahı xatırlayaq ki, Allah da bizi xatırlasın. Allah Teala məndən nə vaxt xatırlayır? Əgər Allah nə vaxt xatırlayır məndən? Əgər qul Allahı xatırlayarsa, qul Allaha itaat edərsə, Allaha zikr edərsə, Allah da bəndəsini həmişə xatırlayar. Və bizim məşğuliyyətlərimiz çoxdur, bilirsiniz qardaşlar. Bəzən insanın görsən, yəni imanı artan azalma halları vardır. Həmişə belə davamiyyətli olaraq qalxmıraq, çünki biz peyğəmbərlər deyilik. Möminlərdə belədir ki, iman artır. Biraz insan qəflətə düşəndə, biraz məşğuliyyəti çoxalanda, dünyavi işlər və s. və yaxud da ki, Allah qorusun, günah edəndə iman azalır. Ona görə daim insan çalışmalıdır ki, bu indiki vaxtda da, bu məşğuliyyətlərin çoxluğu olduğu bir vaxtda, fitnələrin çox olduğu bir vaxtda daimi imanını artırmasına gərək səbəb olsun. Və sahabələr də belə idilər. Onlar həmişə narahat olarlar imanları zəifləyəndə. Həmişə. Baxın, Hanzala radiyallahu anhu, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrindən biridir. Yolda Əbu Bəkirlə qarşılaşır. Allah ondan da razı olsun. Əbu Bəkir soruşur, keyfə halukə ya Hanzala? Ey Hanzala, necəsən, nə var, nə yox? Hanzala deyir ki, ey Əbu Bəkir, Hanzala münafiq oldu. Deyir, subhanallah, nə danışırsan Hanzala? Deyir, bəli, biz Peyğəmbər sallallahu aleyhi ve sellem yanında olanda, onunla bərabər olanda, o bizə cənnət və cəhənnəmi xatırladanda, sanki gözlərimizlə görmüş kimi oluruq. Lakin onun yanından ayrılandan sonra çox şeyləri unuduruq. Onun yanından ayrılandan sonra başımız ailəmizə və işə gücə qarışanda, yəni məşğuliyyətlər var. Bu şeylərə qarışanda çox şeyləri unuduruq. Yəni eşitdiyimiz çox şeyləri unuduruq. Deyir, ey Hanzala, yəni bu hamımızda belədir. Hamımız bu şeylə qarşılaşırıq. Gəl gedək Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Gəlirlər, deyirlər, ey Allahın Rəsulu, Hanzala yenə xitab edir, deyir ki, ey Allahın Rəsulu, bəs Hanzala münafiq oldu. Deyir, niyə? Deyir ki, sənin yanında olanda, sən bizə cənnət və cəhənnəmdən danışanda, xatırladanda, sanki gözlərimizlə görmüş kimiyik. Lakin sənin yanından ayrılıb, başımız ailəmizə, övladlarımıza, işə gücə qarışanda, eşitdiyimiz çox şeyləri unuduruq. Deyir ki, ey Hanzala, nəfsim əlində olan Allaha and olsun ki, əgər siz buradan ayrılanda, burada olduğunuz kimi o iman üzərində qalsanız, mələklər sizinlə yolda, evinizin içində də olsa sizinlə görüşərdilər, əllə salamlaşardılar. Rivayətdə gəlir ki, başqa rivayətdə sizi öz qanatları ilə kölgələndirərdilər. Əgər həmişə belə olsaydınız, nə bu təqdirdə hörmət babından, necə hörmətli qullar daima iman artır, onlara hörmət olaraq, onları təqdir etdikdən görə sizinlə bax, belə olardılar, əgər həmişə belə olsanız. Amma deyir ki, ey Hanzala, səətən. Yəni, bir saat belə, bir saat belə. Yəni, bir saat Allahı zikr edirsən, bir saat məşğuliyyətlər. Bir saat aktiv olursan, məsələn, yəni günün bir səsində aktiv olursan, ibadətlər, digər səsin məşğuliyyətlər adamı biraz unutdurur. Deməli, bu onu göstərir ki, insan narahat olmalı. Əgər görsən, insan zəifləyir, iman zəifləyir, bəzən qəlb sıxılır, bəzən nədənsə yorulursan ibadətlərdən, nəysə hərisliyin azalır, deməli, nə etmək lazımdır? İmanı artırmaq lazımdır. Nə etmək? Səbəb nədir? Zikir, ibadət, itaətlər, elm məclisləri. İnsan mütəmadi olaraq öz halını nəzarətdə saxlamalıdır.
Çünki məşğuliyyətlər çoxdur, qeyd elədiyim kimi. Hələ günahlar eləsək, yenə iman zəifləyir. Deməli, insan daima tövbə, istiğfar və itaət üzərində olmalıdır ki, onun imanı artsın, azalanda artsın, qəflətə düşənəndə oyansın. Və bunun üçün səbəblər var, həmişə dərslərdə danışırıq. Bugünkü danışacağım mövzu da ən mühüm mövzulardan biridir, indiki vaxtda xüsusən. Bu da əxlaqla bağlıdır. Bugün nə qədər insanlar var ki, Allah qorusun, yəni əxlaq barəsində sıfır. Görürsən, nə qədər insanlar var, əxlaq yoxdur, əxlaqdan danışır. Çox təəssüflər olsun, görərsən ki, günümüzdə ümumiyyətlə, indiki hal belədir. Müəyyən şeyin əhli olmayan ondan daha çox danışır. Özündə müəyyən müsbət cəhətlər yoxlar ki, onun elə danışan ki, bunda hamısı var. Məsələn, necə görürük də son zamanlarda. Əxlaqı yoxdur, əxlaqdan danışır. Əxlaqsız adamdır, əxlaqdan danışır. Şərəf yox, şərəfdən danışır. Vicdanı yoxdur, vicdandan danışır. Görürsən, bir şeyin əhli deyil, onun elə danışan ki, bu onun əhlidir. Yəni, bugün çox təsir olsun ki, vəziyyət bu haldadır və əxlaq da çox mühümdür. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm uca əxlaq sahibi idi və biz müsəlman olaraq həmişə gərək Peyğəmbər sallallahu aleyhi və səlləmdən təsirlənək, onun həyatını oxumaqla, onun sahabələrin həyatını oxumaqla gərək biz də onun kimi olmağa çalışaq. Çünki o bizim üçün örnəkdir, nümunədir. Nəinki bizim üçün, bütün bəşəriyyət üçün. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də uca əxlaq sahibi idi. Baxın, bir nəfər soruşur Ayşə anamızdan. Deyir ki, ey Ayşə xitab edir. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı nə idi? Deyir, məgər sən Quran oxumursanmı? Deyir, oxuyuram. Deyir, Allah kitabında buyurur ki, وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ Sən uca bir əxlaq üzərindəsən, əzəmətli bir əxlaq üzərindəsən. Yəni, bu o deməkdir ki, yəni Quran-ı Kərimdə gələn ən gözəl vəsflərlə Allah Rəsulü vəsf olunmuşdur. İstər bu Allahla olan müamilələrdə olsun, istər məxluqatla olsun, istər ibadətlərlə, itaətlərlə olsun. Bunları ən gözəl, kamil şəkildə edən kim olur? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Ona görə Allah da deyir ki, وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ Sən əzəmətli bir əxlaq üzərindəsən. Ona görə gözəl əxlaq həmişə insanda hörmətlidir. Gözəl əxlaq sevgi, məhəbbət yaradar. Hörmət yaradar, insan gərək həmişə öz əxlaqına fikir versin. Və insanlar da həmişə soruşanda ki, cənnətə ən çox salan nədir? Bu suallar həmişə çox gəlir. Və Allah Rəsulundan da bunu soruşublar. Sahabələr həmişə xeyirli şeylərə həris olublar. Onlara nə faydalı olubsa həmişə onu soruşublar. Yəni bizi cənnətə salan, əzabdan qoruyan nədir? Həmişə bax belə suallar verərlər. Bizi qurtuluş, yəni bizim üçün qurtuluş nədir? Nizat yox, hardadır? Bax belə şeyləri soruşarlar. Yoxsa indiki vaxtda bəzi insanlar özünə aid olmayan o qədər suallar verirlər ki. Hətta bəzən görsən şeyxləri belə mənimlə belə yorurlar. Mənasız suallarla. Halbuki buna heç bir faydası yox. Bilsə də, bilməsə də. Yəni bilməyi bunda bir elmi artırmayacaq. O məsələdən cahil qalmağı bunu yəni utandırmayacaq. Yəni bunu qafilətdən hesab eləməyəcək. Lakin sahabələr həmişə nəyə həris olublar? Elə şey bizə söylə ki, Allahın Rəsulü bizim üçün xeyir olsun. Nicat tapım, qurtulun, məni cənnətə daxil eləsin. Elə sualın birində yəni Allah Rəsuluna verirlər ki, ey Allahın Rəsulü, insanı ən çox cənnətə salan nədir? Nə gözəl sual. Bizə də maraqlı elə deyilmi? Hər birimiz istəyirik cənnətə düşək. Yaxşı, deyir, nədir o? Deyir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm Əktəru mə yudqilun nəsəl cənnətə təqvallah və husnul xuluq. İnsanları ən çox cənnətə salan təqva, Allah qorxusu və gözəl əxlaq. Görsən, təqva ilə gözəl əxlaq yanaşı gəldi. Yadda sağıl, həmişə xeyirli şeylər yanaşı gəldi, mühümliyini göstərir. Allahdan qorxmaq və gözəl əxlaq. Hər ikisi insanı ən çox cənnətə salan səbəblərdən biridir. Allah təala bizi hər ikisindən eləsin. Həm təqva, həm də gözəl əxlaq sahiblərindən. Və gözəl əxlaq nədir? İnsanın təbəssümlü olması, insanın digərlərinə faydalı olması, əziyyət verən şeyləri aradan qaldırması, gözəl söz söyləməsi, gözəl kəlməli olan bir insan olsun, əlinlə, dilinlə heç kəsə əziyyət verməməsi. Bu hamısı nədir? Gözəl əxlaqın nümunələrindəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm həmişə sahabələrə belə tövsiyələr eləyərdi. Onlardan biri də Uqbə ibn Amirə etdiyi tövsiyədir. Çox əzəmətli bir tövsiyədir. Allah Rəsulü deyir ki, ey Uqbə, Uqbə ibn Amir sahabədir. Deyir, ey Uqbə, deyir, ələ uxbiruka bi afdali əxlaq əhli dünya vəl-əxirə. Ey Uqbə, sənə dünya və axirət əhlinin ən üstün əxlaqından xəbər verimmi? Nə gözəl tövsiyədir. İstəməzsən ki, dünya və axirət əhlinin ən gözəl xüsusiyyətlərindən yələnəsən, o səndə vəsf olsun. Xüsusən, axirət əhlinin ən gözəl üstün əxlaqı nədir ki, onları cənnətə daxil edib? Deyir ki, Allah Rəsul sözünün davamında tasilu mən qata'ak. Səninlə əlaqə kəsənlə əlaqələri qurursan. Və ta'fu ammən zələmək. Sənə zülm edəni əff edirsən, bağışlayırsan. Və tu'ti mən haramək. Səndən əsirgəyənə sən verirsən. Üçü də əzəmətli bir haldır ya. Əzəmətli əməldir. Hər adam bunu bacarmır.
Birincisi nə idi? Tasilu mən qata'ak. Səninlə əlaqən, kəsənlə əlaqələri qurursan, möhkəmləndirirsən. Belə şeylər çox olur. Görürsən, qohum-əqrabadan kimləsə münasibət korlanır. Əlaqələr zəifləyib. Heç bir-birinə zəng eləmək istəmir. Onların içində ən üstün olan kimdir? Əlaqəni bərpa edən, düzdür qardaş. Demədi, əşi mənə belə eləmişdi. Qohumdur, olur da həyatdır. Qohumluq əlaqələrini kəsən Allah kəsər axı. Düzdür. Ən gözəl əxlaq nədir? Eyb yox, mən addım atacağam, sən zəng edirsən, sən maraqlansın, sən ziyarət edirsən ki, əlaqələr möhkəmlənsin. Və ya qonşu ilə, olur da insanla qonşuda haqqı var, gir, nəsə olur, münasibət korlanır, amma qonşudur, hər gün üzləşirsən. Yəni, qonşun da yaxşı olmayanda sənə çətindir o evdə yaşamaq. Onun ki, ərəblərin bir dənə qəşəng misalı var, sözü var, deyir ki, əl-cəru qabləddar, evdən qabaq qonşu. Yəni, ev almayacağım, birinci görüm qonşum kimdir, sonra gedim o evi alım. Yəni orada yaşayayım. Qonşun yaxşı olmasa sən o evdə firavan yaşaya bilməyəsən. Düzdür qardaşım? Dilindən əlindən əziyyət çəkəcəksən. Ona görə əlaqəni möhkəmləndirsən, düzəldirsən ki, bu ilə mən neçə il yaşayacağam da qonşumdur. 10 il, 20 il, 30, 50 il. Qoy münasibət yaxşı olsun. Sən addım atırsan. Eybi yox, hətta haqqıva girsədir belə. Və ya müsəlman qardaşlar arasında görsən, bəzən soyuqluq olur, bir qardaş digər qardaşla münasibəti korlanır. Və müsəlman bazar arasında birinin digərinə münasibət korlanır, nəsə sözləri səhv gəlib, kimsə kimis haqqına girir və s. inciblə, söhbət edib, mübahisə düşüb, heç nədən aralar ara dəyib. Sən nə edirsən, birinci addımı sən atırsan. Müsəlman qardaşınla qoy əlaqəni möhkəmləndirin. Düzəldim. Heç olmaz, eyb yox, o haqqıma girib mən addım mən atarım. Necəsən qardaş, nə var, nə yox? Bir də görürsən, təbəssüm edirsən, o da üzvə gülür, görürsən, hər şey yaddan çıxdı. Belə də insan bir də üzündən gülsən, köhnə şeylər yaddan çıxacaq. Hətta aranda nəsə olsa da belə. İkinci tövsiyə nə idi? İkinci tövsiyə və ta'fu amman zalamak. Sənə zülm edəni əff eləyərsən. Əff eləmək. Ən çətin şeylərdən biri daha mən sənə deyərdim. Sənə zülm edənə, sənin haqqıva girənə, səninlə ədavət bəsləyəni bağışlayasan. Hər adam bunu bacarmır. İndi bir-iki misallar gətirəcəm, görəcəksən. Çox böyük əməldir. Həm sahabə həyatının, həm də ki, günümüzdə başı hadisədən biri misal gətirəcəm. Sənə zülm edəni əff eləmək, vallahi doğrudan ağır bir şeydir. Lakin çox əfzəl və çox mühüm bir əməldir ya, bunu etmək. Sənə zülm edəni bağışlaman, hər adam bağışlaya bilir. Haqqıva girib, sənə zülm edib, amma sən desən ki, mən səni əff elədim, bağışladım, get qardaş. Bunun faydası çoxdur nəyə görə? Birinci, sənin özünə faydası var. İntiqam hissi ilə yaşamayacaqsan. Ədavət aparmayacaqsan. Hər yerdə qeybətini etməyəcəksən, gözdən salmayacaqsan, onun başına bir müsibət gələn sevinməyəcəksən. Görürsən, nə qədər günahlardan uzaq düşürsən, beynin, başın sakit, qəlbin rahat. Hər dəfə dərd eləməyəsən ki, bu sözü bu mənə niyə dedi? Bax, bunu mənə niyə elədi? Bunun nə haqqı çatır mənə? Mən onu göstərəcəm deyən. Qoy bir dənə səninlə qarşılasaq. Eyb yox, bir gün sən, bir gün demə. Fürsət düşən ki, mən sənə başa salacağam, sənə göstərəcəm, intiqamımı alacağam. Görürsən, nə yaxşı xüsusiyyətli el, düzdürmü? Həmişə narahatsan, intiqam hissən yaşayırsan. Amma əff eləsən, bağışlasan, qəlbin də, başın da rahatdır. Ədavət olmayacaq, düşmənçi eləməyəcəksən, əlaqələri pozmayacaqsan. Əksinə, görəndə salamlaşarsan, necəsə, sanki heç bir şey olmayıb, əlaqələri möhkəmləndirəcəksən. Qeybətini eləməyəsən, hörmətdən salmayəsən, gözdən salmayəsən. Belə olur da kimsə münasibəti pis olanda, məclisdə danışanda filan kəsən ki, belə, onu tanıyır, çox tərifləmə. Belədir. Müəyyən eyblərini də açacaq, tökəcək, qeybətini deyəcək, aranı vuracaq, pisləyəcək. Düzdür, qardaş. Nəsə başqa müsibət gəlsə, buna yaxşı oldu da mənə belə eləmişdi. Elə, haqq oldu sənə, gördün. Elə, gördün, sən elədin, sənin də başına gəldi. Müsəlmanla belə ola bilərmi, qardaş? Olarmı müsəlman haqqı halı belə olsa? Əlbəttə olmaz. Gör Allah kitabında nə deyir kafirlər haqqında. Buyurur ki, وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلَّا تَعْدِلُوا. Bir qövmə olan ədavətiniz sizi onlara qarşı ədalətsizliyə sövq eləməsin. İ'diluhu və əqrabu lit-taqva. Adil olun, bu təqvaya daha yaxındır. Ayə kafirlər haqqında nazil olub. Deməli, kafirlə düşmənçiliyimiz olsa da belə, ona zülm eləmək olmazsa, ona qarşı ədalətsizlik etmək olmazsa, o ki, qaldı müsəlman qardaşlar, müsəlman bacılar öz aralarında necə? Olmaz. Doğrudan da çətindir. Sənə zülm edənə bağışlaman çətindir. Lakin bir-iki misal gətirəm, görəcəksən ki, nə gözəl əməldir əslində. Və can rahatçılığıdır. Biri, Abdullah ibn Amr'ın, bax, qissəsi. Bir gün otururlar bir məclisdə Peyğəmbər sallallahu aleyhi ve sellemlə özü danışır hadisəni. Deyir, Allah Rasulü dedi ki, buradan bir nəfər daxil olacaq. Kim cənnət əhlini görməksə, buradan bir nəfər girəcək, ona baxsın.
Bir kişi içəri daxil olur. Baxırlar buna. Sabahsı eyni sözü deyir. Cənnət əhlindən kimsə görmək istəsə indi içəri daxil olacaq, baxarsınız. Həmən kişi bir daha daxil olur. Üçüncü gün bir daha olur. Abdullah ibn Amr deyir ki, İbn el-As, özü də tatsa sahabədə bilirsin. Deyir ki, gedib onun evində qonaq olacağım. Görün bu nə edir ki, Allah Resulü buna deyir ki, bu cənnət əhlidir. Və deyir, atamla da aram soymuş, münasibətlərimiz korlanmışdı. Bunu da orada qeyd edir. Gəlir yanına qonaq, müsafir olur. 3 gün yanında qalır. Deyir ki, nə, bunda belə bir şey görmədim. Nə deyim ki, belə bir əməl görmədim ki, bu əmələ görə bu Allah Resulü'nün cənnət müjdələsində çox təzmindir ki, bu neyinir? Belə bir şey görmədim də. Məsələn, namazlardır, oruclar və s. Axır 3 gün sonra deyir ki, ey filan kəs, bəs Allah Resulü sənin haqqında belə şeylər dedi. Lakin mən deyir, səndə belə qeyri-adi bir şey görmədim də, yəni bizi səndən fərqləndirən. Deyir, nə gördünsə odur. Çönüb gedən deyir, qayıt ey Abdullah ibn Amr, qayıt. Deyir, mən hər gecə yatanda heç bir müsəlmana qarşı qəlbimdə kin-küdrət saxlamıram. Qış yoxdur qəlbimdə müsəlmanlara qarşı. Deyir, hə, deyir, sənin etdiyin çox böyük bir işdir, lakin çoxumuzun buna taqəti çatmır. Ona görə dedi ki, atamla aram daim işdir, biraz keçə bilməyib. Hətta atasına belə ki, niyə məsələ nəsində olub ola bilsin, danlayıb olunur, məsəl üçün, bəlkə də haqsız olub, nəsə belə. Deyir, çoxumuzun deyir, buna taqəti çatmır. Bu adamın cənnətə girmən daxil oldu bu gözəl əxlaq, əff eləmək. Uqbə İbn Əmr olan nəsiyyətində demir, dünya və ahirət əhlinin ən üstün əxlaqı sənə zülm edəni bağışlayasan, indi tatlı ola bilsin, olub da ata danlayıb, ola bilsin, yersiz olub, düz eləməyib, ola bilər. Küsüb də atasından ki, ata mənə niyə belə dedi, niyə belə oldu, məsələn. Çətindir. Deyir ki, mən deyir, gecə yatanda heç bir müsəlmana qarşı qəlbimdə kin-küdrət bəsləmirəm. Qış yoxdur. Yəni, hamını əff eləmişəm. Haqqıma girənlər hər kəsə. Çoxumuz deyir, buna bacarmırıq, taqətimiz çatmır. Abu Bakr radiyallahu anhu, Ayşə anamıza ifk hadisəsini bilirsin, böhtan atdılar, münafiqlər. Cinayət itham elədilər. Bir-iki sahabədən fitnəyə düşən oldu. Onlardan biri Abu Bakrin qohumuydu. Deyəsən, Mistah olur da, adı yadından çıxır, Mistah olur deyəsən, radiyallahu anhu. O da düşür bu fitnəyə, münafiqlərlə bərabər, o da danışır. Abu Bakr də buna baxırdı, maddi cəhətdən, himayəsindən götürmüşdü. Allah-u Teala bəraət ailə nazir edəndə Ayşə haqqında. Abu Bakr deyir ki, daha buna mən baxmayacağım. Yəni, baxma, o da qızı haqqında gölərində danışıb. Özdə tək qızı yox, Peyğəmbər sallallahu aleyhi ve sellem irzinə toxunub. Hələ qızı qoy qırağa, irzinə toxunub, Allah Rəsulun irzinə toxunub. Deyir, daha mən buna baxmayacağım, qutardı bu ilə. Amma Allah Teala Leyl surəsində ayələr nazil edir. Yəni, gelirsən axıra kimi, davam elə, sən əsas Allahın razılığıdır. Və Allah Rəsulü deyir ki, o elə eləmə, sən yenə köməkli elə, yenə köməkli eləyir, qayıdır. Amma kin-küdrət qalsa nə olacaqdı? Nə qədər xeyirlərdən məhrum olar, düzdürmü? Amma əff elədi, elədi. Və ləsəvfə yarda, o deyir, mütləq mükafatını görəcəkdir. Ayənin sonunda deyir Allah-u Teala. Və başqa bir misal zamanımızda olan hadisələrdə birini gətirim. Əff etməməyin pis aqibəti, intiqam bilsən yaşamağın pis aqibəti. Bir hadisə olub, bizə bir yaxın adam, bizə deyən ki, ümumi bir qohumlara yaxın bir adam olur. Məclislərin birində öz bacısının yoldaşına bir dənə şillə vurur. Yeznəyə. Nəysə arada ayır, belə ailə dağılır, o yan bu yan. Bu da illərdən intiqam hissi ilə yaşayır. Neçə illər keçir. Bir gün özü də xaricdə yaşayır, Rusiyada yaşayır. Bir gün gəlir həmən evə, qapını döyür, kişi açır, görür ki, bacısının əri, yəni köhnə əri, belə deyək də, boşanıb aya dağılıb. Asır da, içəri girən kimi tapanca ilə. Bir dənə bundan girir, içəridə xanım var, xanımına da bir dənə vurur, ikisini də öldürür. Baxır, görür, otaqda heç kim yoxdur, çıxır gedir. Sən demə, uşağı da kravatda gizlənib altında. 16-15 yaşı o biraz qorxub da. Bu da neçə illər saxlayıb intiqamı ki, göstərəcəm də sənə vaxt gələcəyib, yox, həzm eləyə bilməyib. Elə birbaşa oradan aeroporta gedib, aeroporta həmən tutublar. O deyirlər, nə tez, necə tutdunuz məni? Təəccüblənir də, çünki heç bilmir axı bunun gəlməyini. Bileti alıb, gəliş geri dönüşdə o belə. Gəlmək, getmək. Heç nə bilmir bu gələcək. Deyir, bəs uşaq kravatın altındaydı, sən onu görməmsən. Görsəm onu da vurardım. İz itirmək üçün. İndi bax, biri getdi, hara qəbirə, biri də zindana. Səbəb nə oldu? İntiqam isə yaşamaq oldu, ədavət oldu, amma əff elib keçsəydi, bağışlasaydı, indi Allah bir də xoşbaxt firavun bir həyat yaşayacaqdı, düzdürmü? Lakin intiqam hissi görə hara çıxartdı? İnsanı bəzən bu var, ədavət, intiqam, bəzən insanı cinayətə belə sövq eləyir.
Hələ mən bayaq sadaladığım bəzi müəyyən şeylər demirəm. Qeybət eləməsi, namamlıq eləməsi, haqqında pis danışması. Yəni bu qətldən də pisi yoxdur, o tərəfi yoxdur da qardaş. Amma əfv eləsəydi, bugün o bəlkə də firavun həyat tərzi yaşayırdı. Öz işində, gücündə, bəlkə də ailə qurardı, başqa bir ailəsi olardı. Lakin gördün, ona zülm edən əfv eləyə bilmədi. Cəmaət üçün buna bir dənə şillə vurub həzm eləməyib. İndi o da özünə görə bir şəxsiyyət olub, keçə bilməyib də. Və sonunda bax belə pis bir hadisə baş verir. Biri qəbrə, o birisi də zindana. Ona görə ən üstün əxlaqdan biri nədir? Sənə zülm edən əfv eləmək. Bunu da hər adam bacarmır. Amma uca bir sifətdir vallahi. Gözəl bir əxlaqdır. Allah Teala bizi bu qədər əfv edir. Nə qədər günahlar edirik qardaşlar. Nə qədər günah edən insanlar, Allah Teala onları çoxsunu əfv edir, keçir. Və insan da belə olmalıdır. Sən də əfv eləməyi bacarmazsan. Madəm ki sən Allahın əffini umursan, Allahın rəhmətini umursan, sən də digərlərinə qarşı necə olmalısan? Rəhimli, mərhəmətli olmalısan, sən də əfv eləməlisən. Necə olur? Sənin haqqına girəndə keçə bilmirsən. Bəs sən uca Allahın haqqına girəndə deyirsən, Allah məni bağışlasın. Sən də zülm eləmsən də, Allahın haqqına zülm eləmsən, günahlarla. Yaxşı, insanların istəyirsən, yəni Allah sənin bağışlasın. İnsanlara əfv elə, bağışla, sənə zülm edənə, sənin haqqına girənə, kes, bağışla, intiqam alma, deyən, eyb yox oldu, Allah sənə hidayət versin, Allah səni bağışlasın, mən sənə haqqımı halal edirəm. Özün də rahat olacaqsan. Günlərlə, aylarla, bəzən ədavətlə yatmayasan, intiqam hissinə, fikirlə, axı mənə niyə dedi? O kimdir, o sözü mənə deyir. O kimdir ki, mənə qarşı bunu elədi? Bu fikirdən yatıb durmayasan, həmişə ağlın, qəlbin rahat olacaq. Üçüncü nədir? Üçüncü və tu'ti mən haramək, səndən əsirgəyənə sən verirsən. Bəzən kiməsə ehtiyacın olur, səndən əsirgir vermir. İstəyir bu maddə olsun, istəyir mənəvi olsun. Səndən əsirgir vermir. Yox, qardaş, yoxumdur, getmir. Və ya mani olur səndən bir xeyrin gəlməyinə. İş qurmaysan, kimsə bura bir barmaq eləyir, o iş alınmır, məsələn. Özü istəyir əldə eləsin və s. və iraq. Amma sabah sənə işi düşür. Gəl deyir ki, Ramin qardaşım, bəlkə bir pul ola üstündə. Deyirsən, gəlmişdim ya, qapı öz-özvə deyirsən. Əsirgədim məndən. Yox, qardaş, məndə də yoxdur, iş gedmir, incimə, qardaş. Amma həzm eləsən, eyb yox, o məndən əsirgəyib, mən eləm geçsəm. Buyur, qardaş, nə qədər lazım? Məsələn, 5 mad, 10 mad, 100 mad, 1000 mad çıxardı verirsən. Və ya nəsə, bunda ehtiyacı var, ruzi azalıb, gedib qapısından gedirsən, vaxtı ikən o səndən və ya digərdən əsirgəyib, bugün sən geçsən qapısına, ərzaqla və s. Görürsən, nə uca əxlaqdır, gözəl qardaş. Dünya və axirət əhlin ən üstün keyfiyyətlərin, ən üstün əxlaqından da Allah bizi onlardan eləsin. Dünyada insanı hörmətlidir, axirət günündə hörməti daha çoxdur. Bir insan ki, cənnət əhlindəndir, bunun da hörmətindən danışma. Yəni, hörməti çox ucadır. Allah qatında da hörmətlidir, salih bəndələrin yanında da. Ona gözəl qardaşlar, uca əxlaqa yiyələnmək bizə xeyirdən başqa bir şey vallahi gətirməyəcək. Ancaq xeyirdir. Və bəzən də ola bilər digər salih əməllərlə qazana bilməyəcəyin o dərəcələri gözəl əxlaqla əldə edirsən. Müəyyən ibadətlər var ki, sənə ağır gələ bilər. Lakin gözəl əxlaqla onların etdiyi o əməllərlə çatdıqları dərəcələr sən çatırsan. Necə ki, hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnnər rəculə, bir kişi və digər rivayətdə bir mömin kişi lə yudriku bi husni xuluqihi dərəcətə saim əl-qaim. Deyir, bir mömin kişi gözəl əxlaqı sayəsində gecələri namaz qılıb, gündüzləri oruç tutanın dərəcəsinə çatar. Çox əzəmətli əməllərdir gecə namazı qılmaq. Hər adam bacarır, qardaşım. Hər adam nəfsinə hakim olub, nəfsini sındırıb, o yorğan döşəkdən qalxıb, yuxusuna haram qatıb, 3 rükət vitr qılacaq. Bunu hər adam bacarar. Və ya mütəmadi olaraq fərqi yoxdur. İstəyir gecənin əvvəli olsun, istəyir orta, istəyir axırında olsun. Amma mütəmadi olaraq 3 rükətdən dala qalmır. Ən azı da minimum 3 rükətdən qılır. Hər adam bunu bacarmır davam etmək şəkildə, gözəl qardaşım. Və ya davam etdə oruç tutmaq, 1, 4, 13, 14, 15 və ya bir gündən bir və s. nə qədər nafilə ibadətləri var orucla bağlı. Hər adam bunu qaçırmadan mütəmadi eləyə bilir, gözəl qardaşım. Bəzən eləyə bilmirik, düzdürmü? Ola bilər insan var eləyə bilmir, lakin onların necə satım dərəcəsinə fürsət var, Allahın lütfu geniş, gözəl əxlaqla. Əxlaqı gözəlləşdir. İnsanlarla müamilən gözəl olsun. Rəftarın gözəl olsun. Təbii ən birinci Allahla olan münasibətimizdir. Allah'a itaat etmək, ona asi olmamaq. Çünki Allah Teala itaətə layiqdir, asiliyə deyil. İnsan necə satır bu uca dərəcələrə? Gözəl əxlaqı sayəsində. Və onların içərisində də təbii ki, bu insanlar, möminlər içərisində ən kamil iman sahibləri kimlərdir? Yəni hədisdə gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əkməlul müminin imanən əhsənuhum xuluqa. İnsanlar arasında, möminlər arasında ən kamil iman sahibləri əxlaqları gözəl olandır. İnsan əxlaqı gözəl olarsa təbii ki, onun imanı da kamil olar. Kamilliyin
əlamətlərindən də insan gərək həmişə əxlaqını gözəlləşdirsin. Və salih əməllər çoxdur, gözəl əxlaqi əməllər çoxdur. Hamısı elə ki, o əməllər hamısı əxlaqdan salih. Hədislərdə də gəlib Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, Allaha ən sevimli olan insanlar faydalı olanlardır. Nə qədər çox faydan toxunursa insanlara, xüsusən də möminlərə, bilginən ki, Allah qatında ən hörmətli, ən sevimli, xeyirli insanlardansan. Sonra hədisin davamında Allah Rəsulü buyurur ki, və ən sevimli əməllər Allaha bir müsəlmanın qəlbinə sevinc bəxş eləməyin, onun sıxıntısını aradan qaldırmağın, borcunu ödəməyin, onun qarnını doyudurmağın, yəni aclığı ondan qaldırmağın. Sonra buyurur ki, bir müsəlman qardaşımın, bu söz Allah Rəsulünün sözüdür bunlarımız, bir müsəlman qardaşımın ehtiyacını ödəmək üçün onunla bərabər getməyim, bir ay məsciddə etiqaf etməkdən mənim üçün daha sevimlidir. Bir ay etiqaf eləmək. 10 gün etiqaf edirsən, 10-cu gündə deyirsən, bir dənə qutarsaydı evə gedərdim. Gedərdim, otelə rahatlanardım, hə? Bir ay etiqaf eləməkdən deyir, mənim üçün daha sevimlidir. Niyə görə? Çünki müsəlman qardaşım ehtiyacı ödəmək əzəmətli bir əməldir. Bu özüm üçündür. Etiqaf eləməyin mükafatı, savabı, hər bir şey, yəni hal mənə aiddir də bu. Yəni bunu mən eləsəm, başqasına bir xeyri varmı? Məndə qalan bir ibadətdir. Lakin elə ibadətlər var ki, keçicidir, hamıya aiddir, hamıya təsir edir. Sənə, digərlərinə və s. Bəzən o ibadətlər, bu cür nafilə ibadətlərdən, özündə qalan ibadətlərdən xeyirli olur, əfsəl olur. Məsələn, məscidə bir qardaş daxil oldu, məsələn, namazdan sonra, qardaş ehtiyacım var köməyə, mənə gedə bilərsən, sən qardaş bir dənə gözlə, səhər zikirlərini eləməmişəm. Elm tutamsam gedə, qardaş, mən tərəsirəm, işim var, köməyə ehtiyacım var, qardaş, biraz gözlə, bir 15 də gözləyə bilmirsən. İndi hansı əfsəldir? Durub o ilə gedib zikirləri saxlamağın, yoxsa davam eləməyin? Təbii ki, saxlayıb onunla getməyin. Çünki buradakı fayda keçicidir, artıq ona faydan toxunacaq. Lakin bu sənin özünə aid olan, səndə qalan faydadır da. Kiməsə bunu təsir, sən zikr edin, mənə nə təsiri var? Heç bir təsiri yoxdur. Sən özün sənəmsən. Və ya Quran oxuyur, çıxılmaq istəmirdik, qardaş gözlə Quranımı oxuyum, tamam, sonra gedərik. Və ya hətta məclisə gəlməksən, qardaş deyir ki, qardaş sənə ehtiyacım var, kömək eləyə bilərsən. Yox, qardaş gözlə şanqalaq gedərik. Acildir, köməyə ehtiyacım var, gedməlisən. Və ya başqa digər əməllər buna misal olar çoxdur, məsələn. Keçici faydalı əməllər bəzən qalıcı əməllərdən daha faydalı, səndə qalıcı əməllərdir. Sənə aiddir, mənə aidiyyət yoxdur. Ona görə belə əməllər həmişə insan gərək həris olsun və gözəl əxlaqdan həmçinin nə sayılır? İnsanın gözəl danışıqlı olması, gözəl kəlmələr söyləməsi, pis şeylər danışmasın. O da mühümdür. Bəzi insan var, görsən kobuddur və yaxud da ki, biraz pis sözlərdən istifadə edir, qaşqabağlıdır və s. Bu əxlaqdan sayılmır. Gözəl əxlaq özü nədir, gözəl qardaşlar? Gözəl kəlmələr söyləmək özü bir sədəqədir. وَالْكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ. Gözəl kəlmə sədəqədir. Bəzən çalışırsan, vuruşursan ki, nəsə sədəqə verəsən. Həmçinin sədəqə vermək ağırda hər adam malından xərcləyə bilmir. Həqiqətən ağırdır bəzi insanlara. İnsanlar var ki, zəkat çıxartmır ki, qardaş mənə ağır gəlir bu qədər pul çıxartmaq. Və sədəqə vermək ona ağır gəlir. Lakin sədəqə savabını qazanmaq istəsə, gözəl bir kəlmə söylə qardaşına. Necə bundan qabaqki hədisdə. Ən sevimli əməllərdən biri nədir? Bir möminin qəlbinə, qardaşının qəlbinə gözəl söz deməklə onun qəlbini sevindirməyin, fərəhləndirməyin. Gözəl sözdə qoy sevinsin, fərəhlənsin, təbəssüm eləsin. Sədəqə verə bilmirsən, gözəl kəlmələr söylə. Sevindir. Əziyyət vermə dilindən. Qoy səni görünsən ki, qardaşım gəl, o da sevinsin səninlə qarşılaşmağa. Və ya başqa rivayətdə gəlir ki, qardaşının üzünə gülümsəməyin sədəqədir. Qardaş elə bir sədəqə vermirsən də, heç bir əziyyət çəkmədən. Nə qədər səndən məşəqqət gedər bir qardaşınızla gülməyin. Görüşdün təbəssümlə. Necəsən qardaşına var, nə yox. Və ya gözəl söz dedin. Bu səndən nə qədər enerji aparacaq, gözəl qardaşım. Nə qədər əziyyət çəkəcəksən ki, bunu eləmək üçün. Sədəqə savabıdır da. Sədəqə vermək çətindir axı. Həm qazanmaq çətindir, həm vermək. Bəzi insan qazanır əziyyətlə. Bu qədər pul qazanmışam, əziyyətlə indi mən bunu kiməsə verim. Adam var, ona ağırdır bunu eləmək. Qardaş, elə bir sədəqə vermirsən, həmən savabı qazanırsan. Gözəl əxlaq sayəsində, bir dənə təbəssüm etməklə, bir dənə gözəl xoş söz deməklə. Bəzən vallahi insan kimləsə münasibəti biraz soyuqluq olanda, elə görüşəndə salam aleykum, necəsən qardaşına var, nə yox, inan o hər şey unudacaq. Təbəssüm gəlmişsən, elə qaşqaban gəlsən, salam aleykum, buna bax, hələ də kin saxlayır. İndi oldu, həzm edə bilmir. Amma bir dənə görürsə, o da unudacaq, sən də unudacaqsan. Və həmçinin gözəl kəlməli olmaq, bax, gözəl əxlaqdan sayılır və onların da mükafatı cənnətdəki, yəni belə deyək də, elə bir evlər, qəsrlər var ki, sırf gözəl kəlmə söyləyənlər üçündür. Allah Rəsulundan gələn hədisdə Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, bir cənnətdə elə otaqlar var ki, onun çölündən içərisi görsənir.
çöldən içərisi görsənir. İçəridən çölü görsənir. O qədər şəffaf. Elə sanki şüşədəndir, sanki almazdan, yaqutdandır. İndi keyfiyyətini Allah bilir. Elə otaqlardır. İçəridən çöl görsənir, çöldən içərisi görsənir. Deyirlər ki, ey Allahın Rəsulü, bu evlər, otaqlar kimlər üçündür? Deyirlər, mən ətabəl kələm. Kim gözəl söz söyləyərsə və at'amət taam, yemək yedizdirərsə və dəvəməs siyam, oruç tutarsa davam etdir halda və insanlar yatanda qalxıb namaz qılarsa, gecə namazı. Bax, bu insanlar üçündür. Elə bir ki, ilk dənəsi, ilk ikisi məxluqatdan aiddir, bəndələrlə. Sonra oruç tutmaqla gecə namazı nəyə aiddir? Sanki Allahın haqqıdır. Məsələn, hər ikisi əxlaqi keyfiyyət yoxsa yox, həm məxluqatla əxlaqlısan, yəni gözəl söz söyləmək əxlaqdandır. Bir müsəlmanı yecdirmək gözəl əxlaqdandır. Düzdür? Həmçinin daimiyyətlə oruçmaq Allahla olan münasibətin və gecələri ibadət eləmək Allahla olan münasibətin səbəb nədir? Səbəb cənnətdə o cür evlərə sahib olmaq. Gözəl əxlaq sayəsində nail oldu, yoxsa olmadı? Oldu. Allah bizi onlardan eləsin. Ona görə, əziz qardaşlarım, insan gərək özündə bütün bu gözəl keyfiyyətləri cəm eləməyə çalışsın. Deməsin ki, məndə biraz cahillik var və s. Bəzən belə şeylər var, nəsə əməl eləyəndə özümüzə təsəlli axtarıq. Mən belə bir çobudan biz belə görmüşük. Yəni, mənim də cahilliyimdən, bu həmişə belə olmur, axı, sən özü düzəltməlisən, çalışmalısan üzərində. Görürsən, naqisi var, onu düzəltməyə çalışmalısan. Və pis əxlaqın fəsadları çoxdur. Bax, sual gələ bilər. Pis əxlaqın kökü əsli nədən gəlir? Bu da çox mühümdür. Təkəbbürlükdən, alçaqlıqdan. İblis niyə cənnətdən qovuldu? Niyə məl'un oldu qiyamətə qədər? Lənətə düşər oldu. Niyə görə? Kibirinin sayəsində olmadı. İnatkarlıq göstərdi. İllə əbə və stəkbərə və kənə minəl kəfirin. Allah əmr elədi, Adəmə səcdə edin. Kimlər hamı səcdə edir, kimlərdən başqa? Kimdən başqa? İblisdən. Əbə və stəkbərə və kənə minəl kəfirin. İnatkarlıq göstərdi, təkəbbürlük göstərdi və kafirlərdən oldu. İndi bax, bütün pis əxlaqi xüsusiyyətlərin kökündə təkəbbürlük dayanır. Yer üzərində baş verən bütün fəsadın mənbəyi iblis deyil. Əxlaqsızlıq, tərbiyəsizlik, təkəbbürlük, insanlara zülm eləmək, həddi aşmaq, kobudluq və s. və s. Cinayətlər, qətillər. Bunlar hamısı təkəbbürlüğünün səbəbi ilə deyilmi? İnsanı yuxarıdan aşağı baxmaq, biraz pulu var, vəzifəsi var, öz aşağı olanlarla kobud davranır, alçaldır, təhqir edir, söyür, hətta bəzən şər atır, tutturur və s. Kibirlikdən doğan bir şey deyil, təkəbbürlükdən. Hökümranlıq təkəbbürlükdən deyil, insanlara yuxarıdan aşağı baxır, kasıbların qəlbini sındırır, özündə olanla fəxr edir, öyünür, malı ilə, mülkü ilə, vəzifəsi ilə. Təkəbbürlükdən doğan bir şey deyilmi, qardaşım? Bəli. Və ya yalancı olması, xain olması, əmin insan olmaması, yaltaq olması, ikiyüzlü olması, şöhrətpərəst olması, vəzifə düşkün olması, yəni hörmət düşkün olması ki, mən öndə olum, qabaqda olum, gəl sən burada otur və s. və ilaxır. Bunlar alçaq sifətlər deyilmi, qardaşım? Görsən, pis əxlaqdır yoxsa yox. Kökü əsli hardan gəldi? Təkəbbürlükdən, alçaqlıqdan, rəzalətdən. Hamısı mənbəyi mənşə iblis deyil. Deməli, yer üzərində baş verən bütün əxlaqsızlığın hamısının səbəbkarı kimdir? İblis, təkəbbürlük göstərməklə. Deməli, təkəbbürlü insanı hər cür əxlaqsızlığı gözləyə bilərsən. Hər cür pisliyi gözləyə bilərsən, təkəbbürlü insanı hər cür pisliyi gözləyə bilərsən. Hər cür pisliyi. Nə qədər əxlaqsızlıq baş verirsə, yer üzərində hamısının əsasında təkəbbürlük və alçaqlıqdır. Bu xüsusiyyətlərdir. Lakin gözəl əxlaqın mənbəyi nədir? Əsli kökü nədir? Təvazökarlıq. Təvazökar insan, vallahi bundan ancaq xeyir gözlə. Əff etməyə bacarar, gözəl söz söyləyər, düzdürmü? Alçaq könüllü olar, insanlar qarşısına öyünməz, hətta imkanı olsa da belə, vəzifəsi olsa da belə, düzdür qardaşım? Elmi olsa da belə, heç vaxt insanları alçatmaz, sındırmaz, nə vəzifəsi, nə pulu ilə, nə elmi ilə. Yəni, nəsil nəzabəti ilə xeyr, təvazökardır. İmkanlı olsa da özünü sadə aparar. Kasımın könlünü sındırmaz ki, indi bunda yoxdur, mən də bu yöndə biraz öyünsəm, biraz geyimimlə, keçinimlə və s. maşınımla pis olar. Kasıbdır da, bunun əli çatmır bu şeylərə. Təvazökarlıq. Ona görə təvazökar insanı Allah həmişə ucaldar, həmişə. Bugün nə qədər sadə insanlar var möminlər, müsəlman arasında. Sadə bir insandır. Sadə bir insan, lakin çox hörmətli bir insandır. Hamı ilə görüşmək, qarşılaşmaq, o ilə söhbət eləmək istəyir. Bərabər bir məsələ olmaq istəyir. Gör, məndə darıxır. Filan qardaşı görmədim. Sevir axı Allah üçün. Niyə görə sevir?
Onda olan nəsə bir mənfəətə görə xeyr. Yüksək keyfiyyətlər var, əxlaq keyfiyyətlər, ona görə sevir. Qarşılaşmaq istəyir, görüşmək istəyir. Adi sıradan bir müsəlmandır. Heç bir vəzifə sahibi deyil ki, ona nəsə hörmət edəsən, filan kəsdir. Qəbuluna düşmək üçün 10 dənə qapı axtarırlar. Və ya bir məşhur adam deyil. Nəsə məşhurlaşıb idmançıdır və ya aktyordur və kimdir, görürsən növbəyə düzürlər, bu ilə görüşmək çəkdirmək üçün. Və ya müəyyən əxlaqsız insanlar və əxlaqdan uzaqlar ki, bugün məşhurdur, sevirlər, sevilirlər. Yəni, belə bir əxlaqi keyfiyyəti yoxdur. Danışmasa desən, kaşı danışmaya da, danışsa özünü yandıracaq. Lakin adam var, sıradan bir müsəlman, lakin insanlar o ilə oturanda həzz alırlar. Onu görməyəndə darıxırlar. Bax, həmişə misal gətirim, Loğman. Salih bəndə hikmətli Loğman. Yəni, onun keçmişinə baxsan, görərsən ki, sıradan bir insan olub. Necə Loğman surəsində onun haqqında gəlir, Həbəşistandan bir zənci olur. Bir nəfər görür ki, Loğmanın ətrafında millət toplaşıb. Baxır ki, Loğmandır, yaxınlaşdı. Sən filan qəbilənin nökəri Loğman deyilsən, deyir, hə. Filan qəbilənin çobanı deyildin, deyir, hə. Sən zənci, qara dərili Loğman deyilsən, deyir, hə, mənəm, nə olub, nə təəccübləndirib, hə. Deyir, insanların qapıva axışması da, qapıva gəlməsi, insanların xalçava ayaq basması, sənin söhbətlərindən həzz almaqları. Bax, mən deyir, təəccübləndirib, mən səni tanım, sən çoban olmuşsan da. Sən qara dərili Loğman zəncisən, sən filan qəbilənin nökəri olmuşsan. Yəni, nökərin ətrafında bu qədər olar mı, qardaşım? Və ya çobanın ətrafından görmüsən, yığışır millət, desin, filan çoban gəlir, getdik görüşə o ilə. Söhbət edəcək, həzz qulaq asacaq, ləzzət alacaq söhbətlərindən. Keçmişi belə olub da, çoban olub, nökər olub, qara dərili zəncidir. Deyir, ey qardaş oğlu, mən deyənlər eləsən, sən də bax belə hörmətə layiq olarsan. Yəni, vəzifə elə adam olmayıb. Əsli nezabətli bir insan, Həbəşistandan qara zənci bir insan olub. Deyir, ey qardaş oğlu, bax, mən deyənlər eləsən, belə olarsan. Sözümdə sadiq olmağım, əmanətə xəyanət etməməyim, iffətli olmağım, yeməyimin halal olması, tikəmin halal olması, qonaqpərvər olmağım, qonşunun qadınına göz dikməməyim, mənə aid olmayan şeyləri danışmamağım, sadiq kəlməli olduğum, sadiq sözlü olmağım, bax, məni bu həddə çatdırıb. Sən də bunları etsən, bax, bu məqama gəlib çatarsan. Deməli, hörmətli olmaq üçün vəzifə lazım deyil. Düzdür? Hörmətli olmaq üçün əsli nezabətli olmaq lazım deyil, imkanlı olmaq lazım deyil. Bəzən o insanlar qorxularından hörmət edirlər. Hə, gəl, filan kəs, gəl otur, yol verin, gəldi, filan kəs gəldi. Amma Loğman o cür hörməti nə ilə qazandı, gözəl qardaşım? Bax, o gözəl əxlağı sayəsində. Hamısı gözəl əxlaqdandır. Düzdür, yoxsa yox? Gözəl sadiq sözlü olması, gözəl danışıqlı olması əxlaqdan deyil. Əmin insan olması hamı etibar edir. Bilirsən ki, dünyamı da axirətimi də bu qardaşa mən etibar edərəm. Belə o cəhətdə. Evdə geçsən, bilirsən ki, qonşum əsl kişidir. Yəni, mənim qapıma baxmayacaq. Mənim haram yerlərimə baxmayacaq, haramlarıma baxmayacaq. Ona haram olan şeylərə. Etibar etsən qonşudur. Geçsən belə ailəvi rahat əmanət kimi qoyub gedə bilirsən. Mal və mülkü və əmanət edə bilirsən ki, əmin insandır. Halal yer, haramla işi yoxdur. Qonaqpərvər gəldin, qardaş qonaqpərvərdir və s. Ona aid olmayan şeylər səndən soruşmaz. Yəni, bəzi insanlarda var, ona aid deyil, soruşur. Sənin haqqında, həyatın haqqında, maaşın haqqında, işin haqqında, gücün haqqında və ya başqalarını sənlə söhbət edir. Qardaş, o başqalarının həyatı bizə aid yoxdur. O niyə söhbət edirsən? Bizə aid yoxdur. Danışma da, qardaş. Hamısı əxlaq keyfiyyətlərdir. Necə nail oldu bu əxlaq keyfiyyətlərlə? Bax, necə nail oldu bu hörmətə? Bax, bu cür əxlaqi keyfiyyətlərlə, xüsusiyyətlərlə. Demək, hər kəs belə ola bilər. Və biz də qiyamətə qədər Loğman surəsini oxuyacağıq. Onun öz övladına etdiyi o nəsiyyətləri oxuyacağıq. Görsən, sıradan bir insan idi, peyğəmbər də deyil. Lakin salih bir bəndə idi. Allah onu qiyamətə qədər xatırladır. Halbuki keçmişdən baxanda belə əsli nezabətli bir insan olmayıb. Şahlardan, padşahlardan olmayıb. Sıradan bir insan, lakin o gözəl əxlaqi keyfiyyətlər sayəsində çox hörmətli bir insan olub, adına belə sonra var. Və qiyamətə qədər Loğman haqqında oxuyacaqsan. Sıradan hər bir müsəlman da belə ola bilər. İllərlə onu xatırlayarlar, illərlə, bəlkə də əsrlərlə. Filan kəs olub, belə bir insan olub. Danışırlar haqqında, gözəl bir şəkildə. Lakin insanlar var ki, tarixin zibilliyində unudulub gedəcək. Heç xatırlayan da olmayacaq. Ona görə dəyərli qardaşlarım, biz əxlaqa fikir verməliyik və Peyğəmbər sallallahu əleyhi və səlləm həmişə etdiyi tövsiyəsi bu olub və qiyamət günü də kim ona yaxın olmaq istəyirsə, ona sevimli olmaq istəyirsə, əxlaqını gözəlləşdirsin. Hədisə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki,
qiyamət günü sizlərdən mənə məclis baxımından ən yaxın olanınız və sevimli olanınız əxlaqı gözəl olandır. Kim istəməz onunla qonşu olsun? Sənə gedəcək, mərhaban, Müzəffər, necəsən, nə var, nə yox? Cənnətdə qarşılaşırsan. İstəməzsən, səni çağırsın, sənə yaxın olsun. Məclis baxımında yanındasan, yaxınsan, məclisdə ona yaxınsan. Buna çatmaq üçün əxlaqı gözəlləşdirmək lazımdır. Və həmçinin tərəzidə də ən ağır gələn şeylərdən biri əxlaq necə rivayətdə gəlir. Hər kəs deyir ki, tərəzi ağır gəlsin. Ağır gələcəksə nicat tap, düzdür? Tərəzi ağır gəlsə, yəni salih əməlləri olan hissəsi, gözü ağır gəlsə, bu adam artıq nicat tapıb. Bunun üçün ən rahat yollardan biri əxlaqın gözəl olması. Ola bilər, oruclarla, namazlarla çatmayasa, necə bəlkə qabaq hədisə söylədik. Lakin əxlaqla o dərəcələrə çatmaq olur. Allah bizi onlardan eləsin. Və həmçinin son tövsiyəsi də Allah Rasulü, onu da söyləyeyim, yəni tövsiyələrdən biri olub bu məsələyə toxunur. Muaz ibn Cəbəl etdiyi tövsiyədir. Əzəmətli tövsiyədir, hamımıza aiddir. Yəni sahabəyə deyibsə, deməli bu sahabə fonunda bizə də aiddir. Ey müsəlmanlar, siz də gəlib bu cür olasınız. Deyir ki, ey Muaz, nə deyir Muaz'a? İttəqillah heythü mə kunt. Harda olursan ol, Allahdan qorx. Harda olursan ol, fərq yoxdur. Yaşadığın yerdə yox, səfərdəsən. Allahdan qorx. Bir pislik etdiyin zaman salih əməl elət ki, onu silsin aparsın. Salih əməl et ki, onu silsin aparsın. İnnəl həsənət yudhibnə seyyət. Salih əməllər, həsənətlər pisliklə götürüb aparar. Və xaliqin nəs bi xuluqin həsən. İnsanlarla gözəl şəkildə rəftar elə, əxlaqlı ol onlara qarşı. Bax, özünə qarşı necə olmağını istəyirsənsə, insanlara qarşı elə ol. Necə rivayətdə də gəlir? Deyir, insanların səninlə necə davrandığını istəyirsənsə, sən də onlarla, onların istədiyi şəkildə onlarla davran. Yəni, gözəl şəkildə. Yəni, pislik eləsən, qardaşım, pislik görəcəksən. Qeybət eləyəcəksən, qeybət eləyəcəklər. Kimisə naməhrəmlərinə baxsan, sənə naməhrəm olanlarına baxsan, sənə haram olansan, sənin də haramlarına da baxacaqlar, qardaşım. Budur. O bəzən deyirlər, deyir, zina deyir, borcudur. Nəsə bunu da başdan gəlir, əhlindən ya kimdənsə. Ola bilər, səbəbdir, ola bilər, demir, 100%. O da nə vaxtsa kimdənsə edib, özdən qayıdıb. Əl-cəzə min cinsil əməl. Cəza deyir, əməlin cinsindədir. Ona görə biz də bizimlə yaxşı davranmaqlarını istəyirsə insanların, mən də ondan necə davranmalıyam, onların istədiyi bir formadır. Gözəl sözü sənə gözəl söz desinlər. Onlara qarşı təkəbbürlük eləməz, sənə qarşı təkəbbürlük eləməsinlər. Kimisə sındırmağa çalışma ki, dəvədən böyük fil var, bir gün də səni sındırarlar. Əff eləməyə bacar, səni də əff eləsinlər. Düzdür yoxsa yox? Belə olsaq inşallah ki, çox xeyirlərə nail olarıq. Allah Teala bizi onlardan eləsin. Allah Teala əxlaqımızı gözəl, kamil eləsin. Çünki kamil əxlaqın mükafatı yalnız cənnətdir. Və qeyd etdiyi bunları indi Allah Teala faydalı eləsin. Eşitib yaxşıdan tabi olan qullardan eləsin. Allah Teala millətimizə hidayət versin. Cavanların halını düzəltsin. İndiki vaxtda həqiqətən cavanların halı acınacaqlıdır. Çox acınacaqlıdır. Allah qorusun, yəni dediyim kimi sosial şəbəkələr inkişaf edəndən, bu təzə şeylər çıxandan ümumiyyətlə o qədər əxlaqsız insanlar, cavanlar peyda olub, Allah onları islah eləsin. Bəlkə bu şeylər olmasaydı çoxsundan xəbərimiz olmazdı. Lakin çox təəssüflər ki, yəni atırsan sosial şəbəkələr, məsələn, YouTube-dur, Facebook-dur, elə bir insanlar qabağa çıxır və məşhurlaşır və onların izləyiciləri olduqca çoxdur. İzləyirlər, onlar da maraqlanırlar, görəndə bir şəkil çəkdirir, nə bilim bir. Halbuki vallahi, yəni onu sən dünən olsa bəlkə sən o salam verməzdin. Amma bugün görsən, insan necə qapısından gedirlər. Amma biraz maraqlansınlar, keçmişlərini salam da verməzlər. Yəni o qədər bugün aşağı səviyyəli insanlar, yəni biraz hörmətli olub ki, bu da onu göstərir ki, insanların əxlaqında problem var. Problem var həqiqətən. Allah cavanları ıslah eləsin, müsəlmanların cavanlarını. Allah Teala halımızı düzəltsin. Yaxşıdan daha yaxşıya, pisdən yaxşı eləsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə əntə, əstəğfiruka və etûbü ileyk.